Ana onsuz da bağışlayır, ana onsuz da keçir. Neynir? Görürsən ki, anasının haqqına girir. Sevgi, şəfqət və mərhəmət baxımından atadan daha irəldədir. O övladlara qarşı daha qayğıkeş, diqqətlidir. Elə buna görə də övlad bəzən, bu səhv burada başlayır. Bəzən övlad anasının şəfqətini və mehribanlığını təbii sayaraq, onun haqqını lazımınca dəyərləndirmir. Buna görə İslam dini bir övlada tövsiyə edir ki, anasına qarşı daha çox itaətkar, daha çox mehriban olsun. Onun haqqında laqeyd yanaşmasın. Hörmət və ehtiramını əksitməsin. Şəfqət və mərhəmətini göstərən ən gözəl dəlillərdən biri odur ki, övlad anasına qarşı asi olsa belə, onu incitsə və hətta ondan uzaq qalsa belə, ana bütün bunları unuda bilir. Oğluna bir bəla gəldikdə və ya bir müsibət baş verdikdə ona hər şeyi unudub, onu qorumağa, dua etməyə, yanında olmağa tələsir. Yenə də nədir? Ana qəlbi.